2, 3. Herkese salam dostlar. Bugün sizlerle birlikte dünyanın en güzel tarifini vereceğiz. Yani yeşillik sevmeyen uşaqlar belə yani bunun hastası olacaq. Ben size diyeyim. Hem çok sağlıklı bir şeydi, hem de seveceğiniz bir şeydi. Dadı çok qəşəngdir. Ben içirəm. Oha. Öyle bir şeydi ki olsa var ya 10 milyar stəkan içərəm ha. Qarşınızda Cəfəri suyu eləyəcəyik. Eləyəcəyik. Yox, daha doğrusu mən sizə nə işə yaradığını, tarifini və zaman nə zaman içəcəyini deyəcəm. Elə bil mən sizə deyim ki, elə bil bu petruşka suyu 15 gün içəsiz, 5 gün ara verəsiz. Ondan sonra təzədən 15 gün verəsiz. Bax, bunları ağlımdan çıxartmıram ha. 16, 17, 18, oha yani. Onları içməyin, yoxsa zərəri ola bilər. Ben bunu anamdan soruşmuşam. Anam deyim mənə, deyim ki, bu çok qəşəng bir şeydi. Yani hər dəfə düzəldim mən səni içirəm mən də. Çox qəşəng bir şeydi. 10-15 gün için, sonra 5 gün ara verin, sonra təzədən 15 gün için. Ondan sonra mən sizə deyəcəyim nə deyəcəyim yadımdan çıxdı. Bax, bu aralar mən beynim gedib, Allah haqqı. Tarifini bir de ne işe yarayacağını, bedenimizde ne funksiyası olduğunu diyeyim. Bedenimizde bütün ne varsa, ne narahatçılık, ne xəstəlik, ne bileyim qan dövranı zadı, ne bileyim cümrahla olan sorunlar hamısını şey eləyir. Bir dəqiqə gözləyin. Anam bacımı çağırırdı. Ona göre de video dayandırmıştım. Aha. Ondan sonra böyle damar, ne bileyim saat 10-20 saat yatanlar, ondan sonra durum ben cümrah değilim, ben halsızam, ben ne bileyim üzüm zaten heç yerim yaxşı değil, ben xəstəyəm deyənlər bunu içsin var sağalsın getsin ha, sağalsın. Buna hatta üz de parıldayır. Üzümü görürsünüz de arkada güneş var diye biraz daha parıltır görsen. Ama üzüm nurlanıp şu an. Evveller ben zagar idim öyle bir, tövbe. İndi de gerçi zagaram ama kaldığım zagarlıkta normal ten rengimdi bu. Yoksa üzüm nurlanıp. Öyle bir şey yani üz nurlandıran bir tarifti. Petruşka suyu, cəfər suyu veya Azərbaycan dilində cəfər suyu, Rus dilində petruşka suyu. Abi elə qəşəng şeydi ki, videonun 2 dəqiqə 50 saniyəsi bura getdi. Nəysə, çox qəşəng bir şeydi. Götürürsünüz bir dəstə cəfərini, petruşkanı ya da belə əlinizlə bir dəstə götürürsünüz. Əlinizlə belə 3 hissəyə ayırırsınız, atırsınız blenderin içinə. Bir uşaqlar üçün yarım, böyüklər üçün bir tam limon, artıq necə istəyirsinizsə, böyüklər üçün yarım limon da ola bilər. Amma 2-3 limon işlətməyin, elə bir şey eləməyin deyə veya bir yarım, biri keçməsin ümumiyyətlə. Limonu sıxırsınız içinə, ondan sonra var belə limon cılxı çıxana kadar sıxırsınız. Ondan sonra içinə 150 ml su qatırsınız. O olur, onu karıştırırsın böyle blenderdan keçirdirsin diye. Ondan sonra orada pötürcük alır. Onu da tökürsünüz süzgeçten keçirdirsiniz. Qəşəng suyu iyice axana qədər, onu içirsiniz. Gündə 1 stəkan, çox yox. 15 gün tekrar deyirəm, 15 gün için. Sonra 5 gün ara verin, sonra təzə 15 gün için. Beləliklə bütün sorunlarınız gedir ha. Özde heç dadı pis değil ha. Yani elə bilərsiniz ağzınıza petruşka suyu dadı gelir. Heçsə belə limon dadı gelir. Ben indi içmişəm diye içə bilmirəm. Səhər içdim diye içə bilmirəm. Yoxsa içərdim. Sizə burada göstərərdim. Yani elə qəşəng bir şeydi ki, gedin evdə sınayın, ne olar. Bax, dünyanın icadıdır da, dünyanın kəşfidir də. Bu nə qəşəng bir şey diye. Bütün yani beynimde katışıklık var idi. Onu az qala yani patlatacaq onu. Neyse dostlar, bu videomuz da belə getdi. Kanala abone olun, videoya like atmayı unutmayın. Bir sonraki video ne olsun? Ne olsun? Onu da belirtin. Hadi bay bay.
Bay bay. Deneyin. Sınayın. Bay bay.